Salam əziz abituriyentlərimiz, hər vaxtınız xeyir, gününüz uğurlu olsun. Deməli, bugünkü mövzumuz nədir? Do you speak any other foreign language besides English olacaqdır. Yəni, İngilis dilindən başqa dildə danışa bilirsənmi? Beside sözü nə deməkdir dostlar? Beside yanında deməkdir. Yəni, nə edirsən? Yanında. Besides başqa. Sonra viz gəldi. Deyir ki, sən bu məqaləni nəyin köməyi ilə edə bilərsən? Deməli, viz ilə layla, lüğətin köməyi ilə. Returned from nə deməkdir? Return from, yəni qayıtmaq. Yəni, sən nə edirsən? Qayıdırsan, qayıtmaq. I am staying, mən qalıram. Stay at nə deməkdir? Qalmaq. Yəni, mən harada qalıram? Cənab Smith-gildə nə edirəm? Qalıram. Leave for. Leave for nə deməkdir uşaqlar? Leave for tərk etmək. Yəni, deyir ki, sən Parisi nə zaman tərk edəcəksən? Take out of. Baxın, take out of. Take out of nə deməkdir? Çıxarmaq. Yəni, nə isə bir şeyi nə edirsən? Çıxardırsan. Put into. Put into nə deməkdir? Put into içərisinə nə etmək? İçərisinə qoymaq. Yəni, deməli, əşyaları içərisinə qoyursan, çəkməcənin içərisinə. Answer söz önüsüz olur. Answer necə olur? Söz önüsüz. Gördüyünüz üzrə. Rely on. Rely on nə deməkdir? Rely on etibar etmək. Yəni, nə edirsən? Etibar edirsən. Etibar etmək. Sonra by taxi, yəni nə ilə gəlmək? Taksi ilə gəlmək. Məsəl üçün, by car deyirsən, by taxi deyirsən və bunlar. Letter to. Kimə məktub? Bacıma məktub. Kimdən məktub? From my sister. Bacımdan. 2, bir də 4. It is not safe for children. Yəni, uşaqlar üçün təhlükəli deyil da. Nə ilə oynamaq? Play with. Play with, kibritlə oynamaq. Proud of nə deməkdir? Proud of, fəxr etmək. Sonra since-lə biz nə işlədirik? Left-lə biz for işlədirik. Uşaqlar, agree with. Agree with nə deməkdir? Agree with, yəni nə etmək? Razılaşmaq. Agree with, razılaşmaq. Pleased with nə deməkdir? Pleased with nə olmaq? Məmnun olmaq. Pleased with, məmnun olmaq. Sonra, in his life. In his life nə deməkdir? Həyatında. Come from, haradansa gəlmək. Yəni, Şotlandiyanın cənubundan gəlir. Interested in nə deməkdir? Interested in, maraqlanmaq. Afraid of. Afraid of nə deməkdir? Qorxmaq. Məsəl üçün, in 10 minutes. In 10 minutes nə deməkdir? Yəni, deyir ki, o 10 dəqiqəyə gəlir. In 5 minutes nə deməkdir? Yəni, o 5 dəqiqəyə gəlir. Speak to. Speak to nə olacaq? Speak to danışmaq. Yəni, nə edirsən? Danışırsan. Stay at, yəni harada qalmaq? Qohumlarında qalmaq. Center, isim. Yəni, biz burada nədən istifadə edəcəyik? Of-dan istifadə edəcəyik. Left-lə biz nə işlədirik? Left-lə biz for işlədirik. Deyir ki, o Londonu bir həftə əvvəl tərk etdi. Used for. Used for nə deməkdir? İstifadə olunmaq. İşıqları söndürməliyik. Turn on işə salmaqdır. Turn off söndürməkdir. Yəni, deyir ki, biz nə etməliyik? İşıqları söndürməliyik ki, enerjiyə qənaət edək. Ayın tarixi qarşısında rəqəm olanda 10 veririk. Sonra, piyada sözü 10 foot olur. 10 foot nə deməkdir? Piyada. Sonra, in Spain, harada qalır? İspaniyada. To be good at, nə etmək? Nədəsə bir şeydə yaxşı olmaq. Interested in, nə deməkdir? Maraqlanmaq. Borrow from nə deməkdir? Borrow from, borc almaq. My'da biz nədən istifadə edəcəyik? In-lə. Proud-la biz nədən istifadə edəcəyik? Of-dan. Harada oturub? Mətbəxdə. In the kitchen. Harasında? Yəni, həyatında. In his life. Mənim üçün çox vacibdir. Important for. Yəni, mənim üçün nədir? Mənim üçün vacibdir. Important for me. Şkafın üzərində olanda biz ondan istifadə edirik. Döşəmənin üzərində olanda biz ondan istifadə edirik. Həftə sonu deyəndə biz at veririk. Sonra, interested in deyirik, maraqlanmaq. Sinifimizdə deyirik, in our class. Masanın altında deyirik, under the table. Körpünün altında deyirik, under the bridge. Axşam vaxtı deyirik, in the evening. Həftə sonu deyirik, at the weekend.
Afraid of nə deməkdir? Afraid of qorxmaq. Yaxşı, qorxmaq. Depend on nə deməkdir? Depend on asılı olmaq. Bu qədər əziz abituriyentlər.